Bugünkü dərsimiz informatika və onun əsas anlayışlarıdır. Gəlin başlayaq. Nədən? Birinci baxaq ki, informatika ümumiyyətlə nədir? Hardan qaynaqlandı? Bu necə yarandı? Bizi əhatə edən bütün aləmdə, yəni biz gündəlik olaraq nə qədər informasiya alırıq? Yəni bu informasiyaları qəbul edirik. Bəzən yəni qeyri-ixtiyari qəbul edirik, eşidirik, görürük. Bəzən isə ixtiyari toplayırıq, saxlayırıq, göndəririk. Məsələn, əvvəllər poçt vasitəsilə informasiyanın göndərilməsi baş verirdi və yaxud da ki, lap keçmiş dövrə gedəndə, yəni elçilərlə. Yəni burada artıq informasiyanın göndərilməsi, ötürülməsi, toplanması, yəni gündəlik həyatımızda baş verən hadisələr əsasındadır. Sonra illər keçdi, yəni hər şey təkmilləşdi, gəldik kompüter dövrünə. Artıq kompüterdə bizim üçün informasiyanı düzdür. Hələ ki biz kompüteri idarə edirik. Amma var da süni intellektdən informasiyanı toplayırıq, onu göndəririk, yəni e-mail vasitəsilə. Yəni informasiya budur. Biz yəni bunun üzərində məsələlər həll edəcəyik, bunun üzərində yəni xassələri, növləri, hər bir şeyi yavaş-yavaş öyrənəcəyik. Gəldik informasiya proseslərinə. İnformasiya prosesləri nədir? Burada hələ ki qısa yazacağım, amma necə deyirlər, aşağı hissələrdə mən geniş açıqlamasını verəcəm. Deməli, informasiya prosesləri. Proseslər. Aha. İnformasiyanın toplanması. Daha sonra saxlanılması. Ötürülməsi və emal. Bax, əsas biz buradan keçirik. Yəni, hələ ki, bunları bilin ki, informasiya prosesləri nədir? Toplanması, saxlanılması, ötürülməsi və emalı. Aha, daha sonra informasiya, belə deyək ki, informatika özü iki sözün birləşməsindən əmələ gəlib. İnformasiya və avtomatika. Belə səhvli yanaşmayaq, çünki necə deyək, adi termin, yəni hissəsidir də. Bəzən elə yer də gəlir testdə qarşımıza çıxır ki, çaşbaş qalırıq. Ona görə diqqətlə dinləyək və atacağım PDF-i də diqqətlə oxuyaq. Sözlərinin birləşməsindən əmələ gəlir. Yəni, buradan infonu götürüblər. Baxın. Bura kimi bunu götürüblər. Matikanı da buradan götürdülər. Bu iki sözün birləşməsindən informatika yaranıb. Aha. Daha sonra gəldik. Burada bəzən ola bilər ki, düzdür, mən atdığım PDF-lər üzərindən oxuyun. Amma başqa kitablardan da oxuyan ola bilər içərisinizdə. Burada informatikanın elmə daxil olması, informatika sözünün yaradılması, nə bilim, işlədilməsi çox, məsələn, 1900-də illəri deməyəcəm, çünki deyəndə qarışdırırlar, bir dənə il deyəcəm. 1960-cı ildə informatika termini fransızlar tərəfindən elmə daxil edildi. Fransız. Bax, bunu bu şəkildə yadda saxlayırıq. Çünki əsasən magistra bu gedir. Fransızlar tərəfindən bir dənə elmə daxil edən var, o da fransızlar tərəfindən 2 dəfə elmə daxil edildi. Vəsiyo.
Bir də informatika elminin predmenti soruşulsa, predmenti. İnformasiya. Təbii ki. Aha, informasiyadır. Deməli, informasiya, yəni burada artıq mən PDF keçim, PDF üzərindən gedir. Baxın, burada hər bir şey var. İnformatika, informasiya prosesi, informasiyanın toplanması, saxlanması, ötürülməsi və emalı, avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və metodlarından bəhs edən tətbiqi elm sahəsi kimi formalaşmışdır. Aha. Daha sonra baxın, burada qeyd edilir. İnformatika elmi termini 1960-cı ildə fransız mütəxəssislər tərəfindən elmə daxil edilmişdir. İnformasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır. Aha, bura kimi yəqin ki, aydındır. İnformatika elminin predmeti informasiyadır. Aha, bunları da bildik və gəldi. Burada informasiyada deməli 3 əsas amildə söhbət gedəcək. Verilən informasiya və bilik. Yaxşı, gəlin verilən nədir? Bax, verilən ümumiyyətlə kompüterdə saxlanılan məlumatdır. Onun bizə lazım bütün ümumiyyətlə informasiyalar kompüterdə verilən şəklində saxlanılır. Mən hələ bilmirəm, o mənə lazımdır ya yox. Yəni, kodlaşdırılmış şəkildə, PDF-lər şəklində kompüterdə saxlanılır. Ümumiyyətlə, soruşsa ki, kompüterdə saxlanılan bütün məlumatlar nə adlanır? Yəni, verilən adlanır. Texniki vasitələrlə saxlanılması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan, kodlaşdırılan məlumatdır. Yəni, bunun mənə lazım olub olmaması məlum deyil də hələ. Yəni, mən onu açıram, oxuyuram. Əgərlərim ondan bir şey başa düşmədimsə, o yenə verilən kimi qalır. Yox, mən ondan nəsə başa düşdümsə, başa düşmək necə? Məsəl üçün, açıram, görürəm ki, bir dənə şeir yazıb və yaxud da ki, keçən ilki hava haqqında məlumatdır. Nədirsə, bu bir məlumatdır. Başa düşdüm ki, mən bundan nəsə informasiya aldım, amma hələ də mənə lazım deyil. Yəni, amma nəsə bunun, belə deyək də, mən bunu başa düşürəm, informasiya aldım mən bundan, bu artıq verilərin faydalı məzmunudur. Ümumiyyətlə, informasiya qavrama şkalası verilən və bilik arasında aralıq mövqe tutur. Yəni, bəzən olur ki, yəni biz informasiya alırıq, e, deyə bilərəm ki, məsəl üçün, bu mənə lazımdır. O yenə informasiyadır. Yəni, veriləni oxuyuram və deyirəm ki, hə, bu mənə lazımlı informasiyadır. Axtardığım kitabdan hansı bir məlumatdır və yaxud da axtardığım bu PDF hə, mənə lazımdır. Hə, bu informasiyadır artıq. Və belə deyək, bilik gəldi. Tutalım, mən o PDF-i götürdüm, oxudum. Oradan nəsə mən əldə elədim. Və o məndə hər hansısa bir məsələni çözməyə, hər hansısa bir problemi çözməyə bir mənə düstur verir, bir mənə dərk eləyirəm ki, mən bunu oxudum, bunun vasitəsilə gedib hər hansısa bir problemi çözə biləcəm. Bu zaman bu biliyə çevrilir. Deyir ki, dərk olunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, onun əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. Yəni, biliklər bizə yeni bir dəqiqə burada, hə. Yəni, biliklər bizə yeni çıxarışlar etməyə, yeni təkliflər almağa imkan verir. Yəni, hər hansı bir düstur fikirləşin, siz onu oxudunuz, sizə lazımdır, gedib hər hansı bir məsələni çözə bilirsiniz. Bu, nə olur? Bilik. Dərk olunma vasitəsilə alınandır.
Deyir ki, aha, bura aydındır, yoxsa təkrar izaha ehtiyacı var? İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir. Aha, deyir ki, informasiya mübadiləsi zamanı əsas iştirakçı, subyektlər, informasiya mənbələri və informasiya qəbul ediciləri hesab olunur. Mübadilə nədir? Ötürmə. İnformasiyanı ötürürsüz. Məsələn, hal-hazırda mən informasiyanı burada mənbəyiyəm, qəbul edici isə sizsiz. Və yaxud da ki, yenə həyatdakı insan danışır, bunlar arasında biri danışır, o birisi qulaq asır. Bu zaman nə olur? İnformasiya mənbəyi danışan, qəbul edicisi ona qulaq asan olur. Və yaxud da aşağılarda baxacağıq, elə indi də deyim. Telefonla danışıq zamanı. Mən buradan danışıram, digər tərəfdə isə qulaq asandır, yəni qəbul edicisidir. Aha, burada gələk, bu verilənlər sözü yuxarıda da var idi. Buna əsaslanan açıqlanmasını verir. Burada yenə oxuyacaqsınız bu hissəni. Deyir ki, gəldik bu hissəyə, əzbərləməli olan bir neçə hissə var burada. Yəni, burada bilirsiniz necədir? Oxumaq lazımdır, bu hissələrdə əzbərləmək lazımdır. Yenə yuxarılar hardasa oxuyanda yadda qalır, amma bunları çox kiçikdir də. Yəni, əzbərləyə biləcəksiniz. Problem olmayacaq. Verilənlər ümumi halda ad, qiymət, tip, struktur, xarakteristiklarına vardır. Tipinə görə verilənlər əsasən 4 qrupa ayrılır. Hesabı və ya rəqəm tipi, mətn və ya simvol tipi, məntiqi tipi, göstərici tipi. Baxın, hesabı rəqəm tipi nədir? Rəqəmlərlə göstərilir, hesablarla göstərilir. Məsəl üçün, bax, burada aşağıda nümunələrimiz də var. Kütləsi 4 kiloqram. Bu hesabı tipdir, rəqəm tipidir. Mətn tipinə verilənlər, məsələn, rəngi ağır, yəni mətn tipində yazılmış hər bir şey mətn tipində sayılır. Məntiqi verilənlər, hər hansı bir ədədin kiçik və yaxud da böyük olmasına. Məsələn, burada deyə bilərəm ki, 18 böyükdür 17-dən. Burada da məntiqi tipi işləyir. Mən deyirəm ki, hə, 18 böyükdür 17-dən. Və yaxud da ki, burada yazaq 18 ədədinin tək ədəd olması doğru deyil. Mən baxan kimi deyirəm ki, bu tək ədəd deyil. Hə, tək ədəd deyil. Bu da doğrudur. Amma burada yazıb ki, tək ədəd olması doğru deyil. Bu da doğru, eyni şey. Aha, göstərilir ki, bu verilənlər proqramlaşdırmada yaddaş ünvanlarına müraciət gedir. Bir günlərim inşallah açıb sizə yəni şəkildə də göstərirəm yığdığım proqramların içərisindən. Biz orada yaddaş istinadlar veririk. Bunu əsasən həyatda nəyə göstərə bilərəm? Link. Sizə hər hansı bir link gəlir WhatsApp-a və yaxud da ki, hər hansı bir yerə. Adi YouTube linki olsun, Instagram linki olsun. Aha, bu zaman siz necə deyək, ona basırsınız, gedirsiniz. Bu artıq necə deyirlər, göstərici tipə aid olunur. Aha, aydındır. Aha, daha sonra gəldik. Tərkib hissələrimizə. Bizim 3 əsas tərkib hissəmiz var. Hardware, software və firmware. Hardware nədir? Baxın, hardware bizim kompüterin aparat təminatıdır. Mouse olsun, klaviaturası olsun və yaxud da ki, belə deyək. Yəni, aparatlar, printer, skanner və yaxud da ki, digər bir şeylər. Bir saniyə mən gəlirəm.
Aha. Nə dedi? Deməli, elektron hesablama maşınları, onların quruluşu, tərkib hissləri, onlardan istifadə qaydalarını öyrənən bölmədir. Bu elmlər keçmişdə elə bil ki, elektron hesablama maşını əsasən keçmişdən bu günə kimi nə qədər kompüter yaranıb, necə yaranıb, onların tarixi haqqında bunu burada da öyrənəcəyik. Və əsasən belə deyək ki, aparat təminatlar deyəndə biz onun nə bilim mikroprosesor olsun, sistem blok olsun, mouse, klaviatura bir sözlə hər bir şeyə bu bölmədə öyrənəcəyik. Sonra gəldik software. Software məsəl üçün adicə Word proqramı deyim, Excel proqramı deyim. Yəni proqramları öyrənəcəyik burada. Proqramları və onların əsas nə işi yaradıqları. Məsələn, hardware bölməsini siz oxuyacaqsınız. Bəli, software bölməsini də oxuyacaqsınız. Gəldik brainware. Brainware-də yəni beyin hissəsi, yəni hesablama. Burada əsasən siz alqoritmləri öyrənəcəksiniz. Düzdür? Ə, Orta məktəb dərsliyi ilə, yəni abituriyentlərə biz proqramlaşdırmanı da keçirik. Amma siz təkcə alqoritmdən kifayətlənəcəksiniz. Yəni proqramlaşdırma bölməsinə keçməyəcəksiniz. Yəni Brandeyə həm alqoritm, həm proqramlaşdırma aid, amma siz təkcə alqoritm bölməsini öyrənəcəksiniz. Bu da nədir? Alqoritm proqram qurulmasının iki mərhələlərindən biridir. Siz burada necə deyirlər? Artıq proqramın qurulması, alqoritm qurulması, amma proqramın qurulmasına tərəf getməyəcək. Aha, rekordu saxlayıram, istəyirəm bura kimi.